Bir nəfər burada yazır ki, mən qarşımda durur. Müqəddəs ruh olan İsanı çarmıxa çəkiblər. Axı onu Allahın oğlu adlandırıblar. Allah elə özü olub. Onu adlandıran da özü olub. Onu idarə edən də özü olub. Bunu Quran açıqlayır. Biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Yəni, müqəddəs ruh özünə İsa adını alıbdır. Vəssalam. Bunlar silinir, əsl hikmətlər üzə çıxır. Vəssalam. O Hacı Ramin deyir. Bu hadisə doğrudan olub ki, çarmıxa çəkiblər, yoxsa rəvayət kimi dildən dilə düşüb? Yox, çarmıq olub. Olub doğrudan. O İncildə yazır da, deyir, bunu bayaq təkrar elədim də, Allahın gizli olan bu hikmətini, yəni İsa da özüdür, sən də özüdür, mən də özüyəm, bütün peyğəmbərlər də özü idarə edib, bu hikməti bu dünyada heç kimsə dərk etməmişdir. Əgər dərk etsəydilər, izzətli Rəbbi, görsən Rəbbi, Allahı Siz orada çarmıxa görəcəksiniz. çəkməzdilər. Onu sizə göstərib. Ancaq bu boyda millət başı çoxu onlara göstərməyib də Allahın oğlu deyirlər. Yox, oğlu deyil, özüdür. Hər kəs də özüdür, vəssalam. Onun özündən başqa da yox. Hacı Ramil deyir, hər şey Allah'tır. Bilmirəm, qarşınıza çıxırdı mı o videosu? Deyir, hər şey Allah'tır. Doğrudan da. Elə də yazılır da, deyir, göy altında Allah'tan başqa elə bir isim yoxdur ki, kimsə onun vasitəsilə xilas ola bilsin. Odur ki, öz aranızda tərəfkeşlik etməyin. Heç kimi qınamayın. Tənəyə qalxmayın. Və bugün qalxırlar tənəyə ki, bunu Arzum öldürdü. Arzum öldürmədi, onu Allah öldürdü. Və sənin səhvlərinin bədəlini ödədin sən. Tərəfkeşlik etməyin, heç kimi qınamayın, tənəyə qalxmayın, yalan danışmayın və s. İlaxır, bəddualar yağdırmayın. Şər böhtan deməyin. Əgər Allah istəyərsə təvazökarlıq, bu və ya digər işi görərik deyin. Bax, görürsən, deyirlər ki, o tutulacaq. Allah istəyərsə, sözünü demirsən, bu təkəbbürdür. Təvazökarlığı aşmaqdır. Sən nə bilirsən? Allahın işinə qarışırsan. Başa düşdünmü? Mənim sevincimi tam edin Allah deyir. Əks halda hər diz önümdə diz çökəcəkdir. O üstün təpəndən çıxır, balam ölüb deyirsən, səhvinin bədəlini ödəyirsən. Diz çökmək budur. Yəni cəzalanacaqsınız. Kitabı cümlədir, müqəddəs qanunun vərəqləridir. Məsələn. Allah'tan başqa isim yox. Allahıma bir daha təşəkkür eləyirəm ki, nə yaxşı bizi bu süfrə arxasında birləşdirib, bu bilgiləri bizə yönəldib Allah Taala. Bəli, amin. Çox təşəkkür edirəm. Çünki bax bir anlıq siz o dediniz o hökmlə onları qınamıram ey Allahım. Yəni misal var deyir insan var ki yaşlandıqca bir elin ağsaqqalı ağbirçəyi olar. İnsan da var ki o yaşla əlaqədar deyil də. Bu cavan da ola bilər, yaşlı da ola bilər. Mən Məsələn, yaşlı başlı qadınlardır. Mən necə deyim ki, qınağa yazılmasın da, şükür məsələlərinə. O siz deyən kimi, o tutulacaq. Ancaq ki, məsəl üçün, deyir o odun üstünə kürəklə getmək, belə bir söz var. bax, o kimlər ki deyir, mən Arzumun suya çəkmirəm. Onun da səhvi var ki, bura gəlib çıxır. Onun da səhvi var ki, ölmə məhkum olub. Bu indi ortadakı bu aranı qarışdıranlar, o tutulsun deyənlər, gidib oğlum sabah tutulacaq. Şükür. Qızın tutulacaq, qızın bədbaxt olacaq, oğlumun ömrü gödək gələcək. Sən bunu yazırsan öz dilinlə, bunu anladıram mən sənə. Allah Deyin bilir. xanım, çox xahiş edirəm. Deyin elə o barədə qoy. Başa düşdünmü? Ən azından o necə deyim, Bəli, bu günaha bayaqdan batmasın. çox danışırılıb. Sən gəlməmişdən bu haqda xeyli söhbət gedibdi. Kimlər ki, istəyir arzu olsun, istəyir mən olub, məni buradan qınayanlar özlərinə kəfən toxuyurlar. Vəssalam, qınamaq olmaz. Bir kəlmə cümlədir, bir cümlədir. Dünyada ikən Quranın sinəsindəndir. Aydın fikirlərdir.
dünyada ikən şək etdiyiniz Allahın yaratdığı birini qınadığınız sizin üçün əzabdır. Özünüzə kəfən toxuyursunuz. Vəssalam. Nə qədər istəyirsiniz qınayın. İstəyirsiniz arzumu qınayın, istəyirsiniz arzuma ölüm arzulayın, tutulmasını istəyin. Hamısının bədəlini özünüz ödəyəcəksiniz evlatlarınızla. Vəssalam. Allah Necə ki bu eləsin. ölüm hökmü oğlana yazıldı, onun bədəl ödədi, elə də siz ödəyəcəksiniz. Arzu etmirəm ha, acı həqiqəti xırdalayır. Bəli, biz burada nə o tərəfi tanıyırıq, nə bu tərəfi tanıyırıq. Heç birini tanımıram, heç anlayışım da yoxdur. Əslində Əzədə xanım, orada Acı o həqiqəti burada car çəkirik. bax orada o kameralarda mən də baxıram. Burada indi qarşımıza da çıxır. Əslində bax Allah şahidim olsun ki, mən orada Arzunu qınamıram. Çünki Arzunun orada həqiqətən də günahı yoxdur. Amma Arzunun burada deyirəm ki, indi Emana danışır. Deyirəm bunun cəzası bilirsən Arzunda nədir? Arzunda çox təkəbbürlük var idi. Biraz da hikkə, biraz yox, çox hikkə var idi. Hikkənin də cəzası var, təkəbbürün də cəzası var. Bax, ikisi var idi. Elma Var xanım, idi, mən var, demək cəzası. istəmirəm burada. Demək istəmirdim, ancaq ki qarşımıza çıxır da, izləyirik hamımız. O Bəli. bir dənə orada məsəl üçün onların arasında münaqişə düşdü. Çox kobudluq elədi orada, o elə öz Bakılı söz yerlisi idi. Ana balaya təhqiramiz Bəli, sözlər. Nəsə bəli. fikrimə o gəlir ki, ona Həyəcan ola bilər. Bax, orada Əzədə xanım təkəbbür, hikkə hamısı orada var idi. Bax həmin o davada. Bilirsən, hər bir Amma insan gəlin öz indi belə cəzasını çönək də bizdə bəyəm olmuyor hikkə. Bizdə də olur Bizdə da də bəs. var. Bizdə də var. Bəs Mənim hikkədən 3 il hikkədən sizcə nervidən əziyyət çəkdim. Məndə olmuyor, səndə də, məndə də, hər birimizdə ola bilər. Hərənin özünü Allah yaratdığı qədər biz Allahın işinə qarışa bilmərik. Emana 6 aydır. Deyirlər ki, mənim atam o sözü çox işlədirdi. Başı əhlət daşına dəyməyib. Deyirlər o oradadır. Ancaq elə əhlət daşı da bu dünyadadır. Bəli. İndi bax, məsəl üçün, hər bir insanın öz həyatında bir əhlət daşı var da. Başı dəyəndən sonra deyirsən, aha, elə bir ki, düşüncələrin də, baxışın da dəyişir dünyaya. İndi Arzunun özü də deyir ki, mən nə qədər olsa qabaqki Arzu olmayacağam. Artıq həyata tamam başqa cür baxır. Elə də mən özüm. Yaşadaq Mən indi da, qabaqdan cəza yaşadaq zadə da. deyiləm. O çətinlikləri görəndən sonra, o şeyləri görəndən sonra mənim də əhlətim var. Mən hərənin həyatında bir əhlət daşı var da. Yəni bu o dünyada deyil, nə bilim öləndə, elə bu dünyanın özündədir. Əzədə xanım, inanın ki, Allaha yaxınlaşan, Allahı bax bu süfrədən bəhrələnən insanlar inanın ki, nələrdən keçib gəlirlər və sonra necə ki deyirsiniz, başı əhlət daşına. İnanın ki, dəyməmiş, Allah Taala özünü tanıtmır. Allah Taala o qəlbə Elə dəyəndən sonra tanıdır da özünü. Ay, Mən- sağ ol. Bəs onu demək istəyirəm də. Bundan qabaq həyat çox qəribə olur. Bilirsiniz necə? O multfilmlərdəki kimi elə bil ki, dünya səndən başlayıb, dünya çox gözəldir. Hər şey gülmək, danışmaq, toya getmək, nə bilim, həyat xoş keçir. Yox, həyat o Birdən-birə Yox. birdən-birə düşürsən quyunun dibinə, hərə bir cürə. Məndə bir cürə anlıb, sizdə başqa cürə, o birisində başqa cürə. Biri canınla, biri pulun. Bax Emma xanım pulunla, məsəl üçün, necə deyim, imtahan olunub. Mən evladımla, Tərənə xanım can sağlığından, hərəmiz bir cürə olandan sonra Allah özünü göstərir. Və Göstərir, onda bəli. tamam başqa cür olursan. Dəyişir, insan dəyişir. Yoxsa hasadlıqla, yəni asanlıqla. Mümkün deyil ki, yəni Allaha yaxınlaşaq. Mən sizə nə deyirəm, əgər mənim evladım xəstəlik yaşamasaydı və onun müalicəsi bilirdim ki, o müalicə yoxdur da, onun müalicəsi yoxdur, onu bilirdim. Və mən onu yaşamasaydım, o barışığa yetməzdim. Bağışlamağa yetməzdim, daha doğrusu. Mən onu daddım o acını. O acı mənə apardı, bağışlatdı. Deyirəm imana. Adamları getdim, bağışladı. Emma xanım, doktor Qurbanova deyəsən, burada xanım deyir ki, mən bəlalarla Allahı tanımışam, səhvlərim ucbatımdan. Bəli, bəlayla, mən də bəlayla tapmışam da, tanımışam. Bəli, bəli. Asanlıqla Görüşmüşəm mən, sən tanıyırsan, mən ondan görüşmüşəm. Ha belə, aydın görmüşəm mən onu.
Özü də məni oxudub, öyrədib, gətirib bura çıxardı. Bəli. Mesela. Təşəkkür edirəm Allahıma. Təşəkkür Mən edirəm. də təşəkkür edirəm. Həm şükür edirəm, həm də təşəkkür edirəm. Məni bu ərsəyə gətirib çətinlikdə də olsa, vəhşətlə də olsa, nələri dadızdırmadı mənə bu dünyada o. Bəli, bəli. Hələ də dadızdırır, başqa bir türlü vəziyyətdə. İndi də fermada yaşayıram. Nə oldu İman? Bilməm, Moskvadan bir izləyicim yazır. Danışıram belə daha doğrusu. Deyirəm ki, çox istəyirəm də ana, mən sizi görmək istəyirəm. Deyirəm, valla, ay, valla, bu Allahın lütfuna bağlıdır. Qismət olarsa, mən indi hal-hazırda firmada yaşayıram. Çıxartmışam, aynə o prixojuda orada cücələri göstərirəm, deyirəm, bu cücələr bir evdə yaşayıram, mənim qonaq qəbul edəcək şəraitim. Eləcə sizi görmək istəyirəm, heç nə istəmirəm deyir, heç nə mənim üçün deyirəm, başa düşürəm. Qismət olarsa, Bəli. qismət olarsa. Bəli İman. O da Cücələr gəlmir. saxlayır Seyma xanım. Ay qız o gün gətirib yığıb içəridə balaca verir, yumurta çıxartdırır, gətirir ora qoy, sonra aparır satır, sonra onu gətirir, o gedir. Hinduşkalardan qutardıq cücələrə keçmişik. Yo, elə hinduşka cücəsidir, elə hinduşka cücəsi. Yenə hinduşka cücəsi. Hə, İndi bu vaxtı cücəyə baxılmır, hinduşkaya baxılır, amma cücəyə yox. Yayda cücəyə baxmırlar. İmana, sənin də sınaqların Bunu budur. gördüm. Hə, bitmir bacı, bitmir. Allah canınıza Deməli, can. onun halkın təmizləyir, çıxardır, klonkalar. Allah canınıza Deməli, onun can. halkın təmizləyir, çıxardır, klonkalar var da, dəyişirik ki, evdə yox olmasın. Aparır ayaq altına. Deyirəm, bala, nə olar, onu götürüb bir balaca uyanatdan. Mənə belə rahat. Deyirəm, sənə rahatım, əziyyət dax. Sonra da deyirəm, ya Rəbbim, bağışla. Sənə xoş, mənə qəbul. Başlayıram oranı təmizləmə. Bax, mənim günüm də budur. Bitmir də, sınaq bitmir. Xoş gəldiniz.